əziz dostlar və tələbələr. Bugün sizə kvadrat köklər həqiqi üslü qüvvəti test 9-cu sinif test 9-unu izah edəcəm. Bir 50 dənəsinə baxa bilərik. Bugün 50 dənəsinə baxarıq. Sabahda 50 dənəsinin yenidən izahı atılacaq. Birinci sualda deyir ki, hansı münasibət doğrudur? Bizə burada verib ki, AB kubunun kvadratı. Baxın, mötərizə daxilində kvadrat olanda kvadratı hər iki hərfə də, rəqəmə də aid eləməliyik. Yəni, bunu qırağa qoyum. Yəni, burada olacaq A kvadratı B üstü 6. Amma burada A yazdığı üçün təkcə bu səhvdir. Daha sonra ikinciyə baxaq. Deyir ki, yenə mötərizə daxilindədir, amma bir dənə var. Bir dənə olduğu üçün çox da önəmli deyil. Ona baxın, mötərizə daxilində bir dənə olan bunların ikisini də bir-birinə vuracağıq. Yəni burada eləyəcək A üstü mənfi 2-ni müsbət 8-ə vuranda mənfi 16 eləyir. A üstü mənfi 16 olmalıydı, amma A üstü 6 yazıblar. Bu da səhvdir. Daha sonra C bədində yenə bunları bir-birinə vuracağıq. A üstü 15 eləyir. Ona görə bu da səhvdir. D bəndinə baxaq. A üstü 5. Bölmə olanda, baxın, qüvvətlər eyni olub. İkisi də A-dır da. İkisi də A-dır, deməli eyni. Qüvvətlər eyni olanda və bölmə olanda üstlər çıxılır. Amma vurma olanda üstlər toplanacaq. Yəni, 5 çıxılsın, mənfi 5 olacaq. Bu da bizə verir. Bu 2 dənə mənfi toqquşur. Üstə gəlmə olur. Yəni, 10-dur cavab. A üstü 10 olmalıydı. Bu da səhvdir. Daha sonra gəldik buna. Bu səfər vurulub. Ona görə üstləri toplayacağıq. 5 üstə gəlinsin mənfi 19. Bir üstə gəlmə, biri çıxma olanda deməli, burada böyüyün işarəsini böyükdən kiçiyi çıxacağıq. Baxın, böyük 19-dur. 19-dan 5-i çıxıram 14 və böyüyün işarəsini yazacağıq. Mənfi 14. Deməli, A üstü mənfi 14 olmalıydı və cavab da Y variantı düzdür. Sonra deməli, deyir ki, kök altı 15 ədədi hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Biz kök altı 15-dən kiçik elə bir dənə kök altı ifadə yazmalıyıq ki, ondan, yəni onu kök altından çıxara bilək. Biri mənfi 9-dur ki, bundan 3 çıxara bilirik. Kök altı 15-dən böyük də kök altı 16-nın elə özüdür. Bundan da 4 çıxır. Deməli, 3 və 4 arasında yerləşir bu ədəd. Yəni, 3 tam neçəsə alınacaq. Yəni, bunu kökün altından təqribi çıxaranda 3 tam neçəsə alınır. Cavab da 3 və 4-dür. Yəni, B variantı. Kök altı 27 ədədi hansı ki ardıcılı tam ədəd arasında yerləşir? Yenə eyni misal. Kök altından çıxa bilən bundan əvvəl ilk gələni götürürük bu arada. Yəni, kök altı 9 falan yazmayacaq bu səfər. İlk gələn və ondan kiçik olanı. Kök altı 25 yəni. Kökdən çıxır axı. Bundan çıxır 5. Ondan böyük də bir digəri kök altı 36-dır. Baxın, belə qısa bir yol öyrədim. Əgər birinci ədədi tapdınızsa, ikinci ədəd deməli 5-dirsə, ikinci ədəd də olacaq 6. Çünki siz birinci gələn kiçiyi, bir də ikinci gələn kiçiyi tapırsınız. Amma indi bu, yəni belə suallarda deməli, birincisi 5-dirsə, ikincisi olacaq 6. Yəni 5-i tapsaz, yəni kiçiyin 5 olduğunu tapsaz, digəri də ondan bir ədəd böyük olur. Deməli, 5 və 6 imiş cavab. 5 və 6 cavab C bəndi. İfadəsinin qiymətini hesablayın. Deməli, bunu bir-bir hesablamağa ehtiyac yoxdur. Onun əvəzinə bir-bir kök altından çıxaracaq. Yox, burada vurma deyilmiş, üzr sayın, çıxmadı. Ona görə məcbur bir-bir çıxaracaq hamısını. Çünki çıxma olanda ayrı-ayrı mötərizələrdə yaza bilmirik. Deməli,
Bu deyəsən vurmadı. Bir dənə kitabdan özündən baxın, bu PDF-də yaxşı düşmür. Bəli, vurmaymış. Kitabdan baxdım. Çünki deyirəm axı, yəni çıxanda mənfi ədəd alınacaq. Kökün altında da mənfinin bir mənası qalmır. Əgər belədirsə, əlbəttə ki, ayrı-ayrı, yəni kökdən çıxarmaq olar. Necə? Kök altda 0,81-i yazarıq. Vurulsun. Ayrı-ayrı, yəni kök altında ayrı-ayrı yaza bilərik. Buna icazə var. Kök altda 25. Vurulsun kök altda 0,6. 0,16. Deməli, bundan çıxır 0,9. Vurulsun bundan çıxır 5. Vurulsun bundan da 0,4. Bunların hamısını bir-birinə vuranda deməli bunlar verir 0,36. 0,36-nı da 5-ə vuranda gəlin vuraq 0,36 30 eləyir 0 3 yadda 15 3 yadda 18 8 1 yadda 0-ı da 5-ə vururam 0 1 də yaddaydı 1 tam vergülü də hardan qoyacağıq? Vergülün sağında nə qədər ədəd varsa o qədər. 2 dənə varsa belə gələcək. 1 2 vergül buradan olur 0-ı da saymırıq. 1 tam onda 8 B variantı olacaq. Daha sonra kəsrində vurğu kök işarəsi altından çıxarın deyir. Biz nə edə bilərik? Gəlin kök altda 50-ni, bunları ayrı-ayrı yaza bilərik. Kök altda 50 böl kök altda 49. Deməli, kök altda 49-dan zaten 7 çıxır. 7-ni yazaq məxrəcə. Kök altda 50-ni də kök altında 25 vurulsun kök altında 2 kimi yaza bilərik. Kök altda 25-dən çıxacaq 5. Bərabərdir. Kök altda 25-dən 5 çıxır. Bir də burada 7-miz var. 7-də 5. Kök altda 2-də olduğu kimi kökün altında qalacaq. Cavab 7,5. Daha doğrusu 7-də 5, kök altda 2. Yəni D variantı. İfadəsinin qiymətini hesablayın deyir. Kök altda 36-dan çıxır 6. 6. Deməli, kök altında qalır 3 üstəgəl 6. O da eləyir kök altda 9. Dəqiqə. O da eləyir kök altda 9. Kök altda 9-dan da 3 çıxır. Cavab D bəndi. Deməli, kökün altında müxtəsər vurma düsturu var. Gəlin tətbiq eləyək. Bir əl çıxmasını yazacağıq, bir dəfə də toplamasını yazacağıq. Yazırıq ki, kök altda 35 minus 28 bir də 35 üstə gəl 28. Ayrı-ayrılıqda yazaq. 35-dən kök altına yazacağıq. 35-dən 28 çıxanda qalır 7. Vurulsun. Toplayanda da 63. Bunu necə yaza bilərik? Yəni, çox belə uzadıb vurmaya ehtiyac yoxdur. 7-ni olduğu kimi saxlayaram. 63-ü 7 vur 9 yazaram. Kökün altında 2 dənə 7 olduğu üçün 7-lərin birisi çölə çıxır. Vurulsun. 9-dan da 3 çıxır. Cavab 21. D bəndidir. Keçək 8-ci suala. İfadəsini sadələşdirin deyir. İfadəni sadələşdirmək üçün görürsünüz, kök altındakı ifadə, yəni kök altının içində nə varsa eyni olmalıdır. Baxın, toplamada belə olmalıdır ki, burada kök altda, yəni hələ ki başına baxmırıq, sadəcə kök altının içərisinə baxırıq. Görürük ki, ikisində də eynidir kök altındakı, ikisində də B-dir. O kök altındakı B-ni olduğu kimi saxlayırıq. Götürüb 2 kök altda B falan yazmaq qətiyyən yəni olmaz. Daha sonra qarşısındakiləri toplayacağıq. 8. Cavab 8 kök altda B. B variantı. Kəsrini ixtisar edin. Biz hələ ki 4-də 3-ə dəyməyək.
4-də 3 olduğu kimi qalır. Zaten deyə də bilmərik. Kök altda 44 yazaraq kök altda 4 vurulsun 11. Kök altında 99-u da yazarıq. Kök altda 9 vurulsun 11. Buradan eləyir ki, 4-də 3 yenə olduğu kimi qalır. Buradakı 4-dən 2 çıxır. 9-dan 3 çıxır. Sonra geriyə qalır kök altda 11 böl kök altda 11. Bunlar ixtisar gedir. Eyni şeydir zaten. 3-lərdə gedir. 2-dən 4 də gedir. Cavab qalır 2-də 1. 2-də 1. Cavab B variantıdır. Keçək 10-cu suala. Deyir ki, ifadəsinin qiymətini tapın. Bunun üçün biz kökü, yəni 2 dənə bölmədir. Bölmə və vurmada biz 2 dənə ayrı-ayrı kökü eyni kökün altına sala bilərik. Yəni kök altda 18 ayrıdır, kök altda 2 ayrıdır. Biz bunu bir yerə gətirəcəyik. Yəni ümumi kök açıram. 18-i bölürəm 2-yə. Yəni bu zaten bununla bir-birinə bərabərdir. Eyni şeydirlər zaten. Bu da bərabər eləyir. Kök altda 18-i 2-yə bölürəm 9. 9-dan da 3 çıxır. Cavab D variantı. Daha sonra yenə kəsrini ixtisar eləyin deyir. Heç uzatmayacağım. Direkt kök altda 7-dən kök altda 7 gedir. 21 ilə də 7-yə hərəsini 7-yə bölə bilərik. 7-yi 7-yə bölürəm 1. 21-i 7-yə bölürəm 3. Cavab 3-də 1-dir. İki variant silindi. 3-də 1. A bənd. Deyir ki, ifadəsinin qiymətini hesablayın. Davam edək. Biraz xəstəyəm, boğazım ağrıyır. Ona görə üzr sayın. İfadəsinin qiymətini hesablayın deyir. Bunu necə yazacağıq? Əvvəlcə baxaq. Bu 10 üstü mənfi 3 bizə verir. 1 bölünsün 10 üstü 3. Yəni bunu yazacağıq ki, 4 vurulsun 1 bölünsün 10 üstü 3 də 1-in yanında 3 dənə 0 deməkdir. Vurulsun 2 vurulsun 10 üstü mənfi 1 də 1 bölünsün 10 üstü 1. 10 üstü 1 isə deməli 1-in yanında bir dənə 0. Sonra burada artıq toplamadır. Burada toplamadır. Vurma deyil. Sonra toplam 5 üstə gəl. Sığmır buradan yazacağım. 3 vurulsun. 10 üstü 2 olduğu kimi qalır. Yəni 100 daha. Belə yazaq. Deməli 4 vurulsun 1000-də 1. Bu bizə verir 0,1000-də 1. Üstə gəlsin 2 vurulsun 10-da 1. Yəni bu 2-yi bura yazırıq. Elə birinci. Yəni 1-in yerinə 2 yazırıq. 2-ni 10-a bölürük. 2-ni də 10-a böləndə burada nə qədər 0 varsa o qədər geri gedəcək. Yəni 2-dən bir dənə 0 olduğu üçün bir addım geri gedir. Buraya da sadəcə boş vergül olmaz. 0,2 olacaq. Hər şeyi nöqtəsinə qədər izah eləmək istəyirəm ki, bəzi başa düşməyən uşaqlar ola bilər. Yəni biz onlara da köməyimiz dəysin. Bu da eləyir 0,2. Deməli, üstə gəlsin 5. Üstə gəl. 3-ü də 100-ə vuranda 300 verir. Daha sonra bunları da toplayanda gəlin alt-alta toplayaq hamısını. Daha doğrusu bu 305 verir. Bu isə 305. 305 ilə 0,2 verir 305-də 305,2 305,2 bununla da 0,1000-də 4-ü toplayanda buralarda heç nə yoxdur. Çıxma olanda buralara 0 artırmaq lazımdır. Amma çıxma olmayanda məcbur deyil. Çünki 0 ilə nə isə toplayan zaten 4'ün, yəni 0 ilə məsəl üçün 4 toplayan zaten 4'ün özünü verir. 4, 0, 2, 5, 0, 3. 305 tam 1000-də 204. Cavab eləyir Y variantı. İndiyə qədər hələ yazdıqlarımız arasında demək olar ki, çətini buydu.
Hələ nə yazmışıq? Axırlarda daha çətinlərindən rastlaşacağıq, amma hamısının izahını başa salacağam. Yenə eyni misal. 5-i vururam, 1 bölünsün 5-i vururam 1 bölünsün 10 üstü 3, yəni 1000. Üstə gəlinsin. Biraz dibdən yazım ki, sıxsın. Bayaq aşağıya düşmək məcburiyyətinə qaldım. 5 vurulsun 1 böl 1000. Topla. 3 vurulsun 1 böl 100. Topla 2, topla 4. Vurulsun 10 üstü 2 də verir 100. Ay, səhifəsi getdi. Biraz yuxarı qalxacaq. Hə. 100. Deməli, 5-i 1000-ə bölürəm, 0,1000-də 5. Topla. 3-ü 100-ə bölürəm, 0,3. Topla 2, topla 400. Bu verir 402. Buraya qədər verir 400. 2 tam %3. Topla 0,1000-də 5. 0,35 buradadır. 402 də burada. 402 tam 1000-də 35. Cavab B variantı. Daha sonra ən böyük ədədi göstərin. Baxaq. Üstlər kökün altı gördüyünüz kimi eynidir. Amma bu eninci dərəcələr fərqlidir. Biz bu zaman nə edirik? Deməli, bu adi bir ədəd kimi deyil. Adi bir ədəd kimi gəlin, neçəni götürək? 16-nın özünü götürək. Kök altda 16-nı yazıram. Adicə ikinci dərəcədəndir bu. Bundan 4 çıxır. Kök altda 16-nı 4-cü dərəcədən yazanda 2 çıxır. Gördüyünüz üzrə bizdən də böyüyü soruşanda üstü kiçik olanı götürmək məcburiyyətində qalırıq. Çünki cavab, yəni orada daha böyük ədəd alınır. Amma bu digər ədədlər kimi deyil. 0 tam neçəsədir, yəni. Burada bir dəqiqə nümunə üzərində göstərəcəm. Məsəl üçün 0,116-nın özünü götürək. Kök altda adi dərəcədən yazanda 0,4 eləyir. Amma 4-cü dərəcədən yazanda 0,2 verir. Daha doğrusu 0,2 vermir. Bunun 4-cü dərəcəsindən çıxmayacaq. Amma yəni burada qısaca belə bir qayda deyə bilərəm ki, əgər kökün altında belə yəni 0 tam neçəsədirsə, yəni vergüllü ədədlər varsa, belə deyim asan qaydada. Vergüllü ədəd olanda üstü böyük olanı, yəni n-ci dərəcəsi böyük olan böyük ədəddir. Deməli burada onda cavab C variantı eləyəcək. Çünki digərlərin üstü 2, 3, 4, 5-dir, amma burada 6-dır, daha böyükdür. Eyni şəkildə 15-də də elədim. Amma 15-də kökün altındakı ifadələr fərqlidir. Bu səfər bu n-ci dərəcələr eynidir. N-ci dərəcələr eynidirsə, baxın, n-ci dərəcədən 16-dır, yəni ikinci dərəcədən daha doğrusu. Bundan 4 çıxır. Eyni dərəcədə 36-dır, bundan da 6 çıxır. Biz belə olanda kökün altında hansı şey böyükdürsə onu götürürük. Burada da eyni şəkildədir. Yəni bir fərqlilik yoxdur. Sadəcə bu 14-cü misalda elə bir fərqlilik var idi. Yəni burada da cavab elə böyük olanı götürəcəyik. Yəni 0,8 olan A variantı. Daha sonra keçirik 16-ya. Bu səfər yenə kökün içi eynidir. N-ci dərəcələri fərqlidir. Amma bu səfər yəni vergüllü ədədlər deyil. Adi bir dənə 2 ədədidir. Bu zaman bizdən kiçik ədəd istəyir bu səfər. Dediyim kimi kök altda 16 var, bir də var 4-cü dərəcədən kök altda 16 var. Üstü böyük olanı daha kiçik olur. Əgər kökün altı vergüllü ədəd deyil, sadə bir ədəddirsə yəni. Cavab D variantı olacaq. 17-ci misal. Yenə kökün altında vergüllü ifadə var. Kökün altı eynidir, n-ci dərəcələr fərqlidir. Ən böyük ədəd də üstü böyük olan olacaq, yəni C variantı.
Daha sonra ifadəsini sadələşdirin. Biz burada kökün altında eyni ifadəni saxlamalıyıq ki, axırda bir nəticəyə gələ bilək. Əvvəlcə, əgər ki, kökün altını, yəni necə vurum, necə çıxarım bilmirsinizsə, variantlara fikir verin. Görürsünüz, hamısında kök altda 2, kök altda 2. Deməli, axırında bunun kök altda 2 alınacaq. Biz onda bunların hamısını kök altda 2 vurulsun, nəsə yazacağıq. Qarşısındakı ifadələr olduğu kimi qalır, bunlara toxunmayacaq. 4 vurulsun. Kök altda 18 yazacağım, 9 vurulsun 2. Niyə? Çünki kök altda 2 axırda alınmalıdır. Çıxılsın kök altda 32-ni 2-yə bölürəm 16. Deməli 16 vur 2 kimi yazacağam. Kök altda 8-i də kök altda 4 vur 2 yazacağam. Yenə burada 4 var. 4-ü yenə olduğu kimi saxlayıram. 9-dan 3 çıxır. 3-ü yazıram kök altda, ikisini qeyd edirəm. Çıxılsın 16-dan 4 kök 2. Çıxılsın 4-dən də 2 çıxır, 2 kök 2. Burada elədi 7 kök 2. 7 kök 2. Baxın, bu səfər kökün altında ifadələr yenə eynidir. Kökün altında hamısında 2 var. Mən kök altda 2-ni olduğu kimi saxlayıram və qarşısında elə bilin ki, kök altı yox imiş kimi çıxma toplamamı yerinə yetirirəm. Yəni bunları kök altda 2-ni yazandan sonra bunları görməzdən gəlirəm. Burada var 7. 7 çıxılsın 4. Daha doğrusu 12. 4-ü 3-ə vuranda 12 eləyir. 12-dən 4 çıxıram 8. 8-dən 2 çıxıram 6. Cavab eləyir 6 kök 2. Yəni A variantı. Variant silindi. Daha sonra burada da yine eyni şəkildədir. Görürsünüz, cavablarda kök altda 5 var. Kök altda 5'ləri yapışdıracağıq. Bu sefer biraz tez yazacağım. Çünkü başa saldım 18 artıq. Kök altda 45'i yazacağım. Kök altda 5 vur 9. Kök altda 9'dan da 3 çıxır. 3'ü vururam buradakı 4'ə. 12 kök 5. Üstə gəlsin. Kök altda 20'ni yazıram. Kök altda 4 vur 5. 4'dən 2 çıxır. 2 kök 5. Çıxılsın. Kök altda 80'i yazıram. Kök altda 5 vurulsun. 16. 16'dan 4'ü çıxır. Buradakı 2 ilə toqquşu vurulur. 4 ilə 2'ni vuram 8. Kök altda. Kökün altında da 5 qalmışdı. 5'i yazıram. Yenə kök altda 5'i olduğu kimi yazıram. Qarşısındakı toplama əməllərimi kök altda 5'i görmədən yazıram. 12 ilə 2'ni toplayıram. 14. 14'dən də 8 çıxıram. 6. 6 kök 5 cavab B variantı. Yirminci sual. Bu deyəsən 147. Aha, 147. Yenə kök altda 3 kimi yazacağıq. 147'ni yazacağıq kök altda. Necə tapa bilərsiniz? 147'ni əgər 3 olsun nə olduğunu tapa bilmirsinizsə, 147'ni 3'ə bölün. Orada artıq tapılacaq. Kök altda 147'ni yaza bilərik ki, kök altda 3 vurulsun 49. Kök altda 3 vurulsun 49. 49'dan 7 çıxacaq. 2 ilə də vuracaq 14. 14 kök 3. 14 kök 3. Çıxılsın. Kök altda 12'ni yazıram. Kök altda 3 vur 4. 4'dən 2 çıxır. 2 ilə 3'ü vururam 6. 6 kök 3 eləyəcək. Çıxılsın. Kök 27'ni yazıram. Kök altda 3 vur 9. 9'dan da 3 çıxıram. Daha doğrusu 9'dan, yəni kök altda 9'dan 3 çıxır. 3'dən 3 vururam 9. Kökün altında da 3 qalır. 9 kök 3. Yenə kök 3'ü qeyd edirəm. Qarşısındakı toplama əməlimi yerinə yetirirəm. Burada çıxmadı. 14'dən 6 çıxıram 8. 8'dən də 9 çıxıram. Mənfi eləyir. Yəni mənfi 1 eləyir əslində. Sadəcə olaraq elə bilin ki, əmsala 1 falan yazılmır. Ona görə elə mənfi kök 3 yazsaq bəs eləyəcək. Elə bilin ki, mənfi 1'i hər hansı bir şey vuranda zaten mənfi eləyir. Həmən ədədin mənfi versiyası. Natural ədədə vuranda. Amma əgər mənfini mənfiyə vursam, müsbət ədəd eləyəcək təbii ki. Daha sonra yenə həmən misal. Artıq bu misallar yoğurdu. Bu sefer gördüğünüz üzere variantlarda yəni eyni kök ifadəsi yoxdur. Artıq bunu özümüz vurma əməli kimi yazacağıq. Necə?
Mən 24-ü düşünürəm ki, nə vur nə yaza bilərəm ki, kökün altından nəsə çıxsın. Kök altda yaza bilərəm ki, 24-ü 4 vur 6 yaza bilərəm. 4 vur 6 yazanda 4-dən ikisi çıxacaq. Kök altındakı 6 olduğu kimi qalacaq. Çıxılsın. Bu səfər gördüyünüz üzrə burada kök altda 6-nı aldıq. Digərlərində də eyni şəkildə kök altda 6-nı almalıyam. Kök altda 96-nı yazıram. 16 vurulsun. Kök altında yəni 16 vurulsun 6 kimi. 16 kök altda 16-dan 4 çıxır. 4 kök altı. Daha sonra çıxılsın. Kök altda 150-ni yaza bilərəm. Kök altda 6 vurulsun. 25. 25-dən də 5 çıxır. 5 kök altı. Kök altını qeyd edirəm. Yenə toplama əməllərimi eləyirəm. Burada eləyir 10. 5-i 2-yə vuram 10. 10-dan 4 çıxıram 6. 6-dan da 5 çıxıram 1. Deməli cavab. Yəni 1-i qeyd eləmirik. Cavab kök altda 6-dır. Yəni C variantı. A sıfırdan böyük olduqda ifadəni sadələşdirilir. Yəni A-mız müsbət ədəddir. 3 A-nı olduğu kimi saxlayırıq. Çıxılsın. Cüt dərəcədən, yəni bu dərəcə cüt olanda biz onu modulda çıxaracağıq. Modulda, baxın bu 4-lər gedir zaten, kök sad gedir, modulda alınır. Aha, modul A-nı yazdıq. Modul A bizə həmişə müsbət verir. Biz ona toxunmayacağıq zaten. 3A-dan da A-nı çıxacağıq. 3A-dan A-nı çıxa bilirik. A-nı yenə olduğu kimi saxlayırıq. 3-dən 1-i çıxırıq. 1 hardan çıxdı? A-nın qarşısında, yəni bu A-nın qarşısında görünməyən 1 var. 3-dən də 1 çıxıram, 2 eləyir. Cavab 2A-dır, D variantı yəni. Keçək digərlərinə. A kiçik olarsa 0-dan, yəni mənfi olarsa. Biz yenə 2A-nı qarşısındakı 2A-nı olduğu kimi yazacağıq. Topla. Modulda A yazacağıq yenə. Çünki cüt dərəcədəndir. Cüt dərəcə nədir? Bu 6, yəni n-ci kök altındakı bu hissə 2, 4, 6, yəni müsbət cüt ədəd olarsa modulda çıxaracaq ədədi. Bu səfər biz yəni bunlar gedəcək. Modulda çıxarsaq belə bu yəni ədəddir da. Rəqəm deyil ki, mən onu tərsinə çıxara biləm. A zaten mənfidir. Yəni modulda A-dan elə A-nın özü çıxacaq. Amma A-nın özü mənfi olduğu üçün 2 açıq A yazacağam. Əgər rəqəm olsaydı, mənfi 2 falan olsaydı, biz onu 2 kimi yaza bilərdik. Amma ədədlərdə belə eləyə bilmirik. 2A-dan da A-nı çıxanda cavab A eləyir. Yəni A variantı yəni. Keçək aşağılara doğru. B sıfırdan böyük olarsa, bir də B sıfırdan kiçik olarsa. İki misala da tez-tez baxıb artıq bu misalları da bitirəcəm. 8-lər gedir, burada da 10-lar gedir. Növbə-növbə baxaq ya da. Sonra problem olmasın. 3B çıxılsın, modulda B. B'miz zaten müsbət olduğu üçün 3B çıx B olacaq. Bu da bizə verir 2B, yəni B variantı. Digərində isə 5B plus modulda B. Amma B'nin zaten özü mənfi olduğu üçün 5B minus B qalacaq. O da bizə verir 4B. Yəni C variantı. Bunları silək. C bəndi. Deyişik kəsrinin məxrəcini irrasionallıqdan azad edin. İrrasionallıqdan azad eləyəndə məxrəci qoşmasına vururuq. Yəni məxrəci eynisinə vururuq. Burada 3-ü bölüb 2 köçsəm, yazacağıq ki, bunu da vuracağıq öz qoşmasını. Yəni 2 köçdə 3-ə vururuq. 2 köçü 2 köçə vururuq. Kökləri ayrı-ayrı vuracağıq. Rəqəmləri də ayrı-ayrı. 2-2-yə vururam 4. Köksə vuranda kökün altı eyni ifadədirsə və bir-birinə vururuqsa zaten eyni rəqəm alınacaq. Yəni kökün altında nə varsa o alınır. Cavab 3, yəni
Yuxarıda da burada səhvlik elədim. Yox, bir dəqiqə. İki kök üstə 3 yazmır. Aşağını 2 kök üstə vurdum. Eyni şəkildə yuxarını da kök üstə vururam. Daha doğrusu 2 kök üstə vururam. Nəyə görə belədir? Çünki bunlar zaten ixtisar gedir. Yenə bu alınır axırda. Amma biz irrasionallıqdan azad eləmək istəyirik də. Bunu ixtisar eləməyəcəyik. Bir vuracaq. 3-ü də 2 kökçə vuranda kök 3 olduğu kimi qalacaq. 3-ü 2-yə vuracam. 6 kök 3. Burada 6 ilə 3 gedir. Burada 2 qalır. 2 ilə də 4 gedir. Aşağıda 2 qalır. Yəni kök 3 böl 2-dir cavab. B variantı. Mənə görə ən asan dərs deyərdim ki, bu dərsdir. Yəni mövzu olaraq riyaziyyatda bu mövzudur. Bəlkə də çox işləmişəm deyə belədir. Yəni ən çox işlədiyim mövzu hətta bu ola bilər. 5-6 dəfə təkrar işləmişəm bu mövzunu. Daha sonra 27-də yenə məxrəci rasionallıqdan azad eləyirik. Yenə qoşmasına vururuq. Aşağını da 4 kök 7-yə vururuq. Yuxarını da 4 kök 7-yə vururuq. Yenə 4 kök 7-ni 4 kök 7-yə vuranda 4-ü 4-ə vururam 16. Vurulsun 7-ni kök altda 7-ni kök altda 7-yə vuranda 7-nin özü alınır. 7-ni 4 kök 7-yə vuranda kök altda 7 olduğu kimi qalır. 7-ni 4-ə vururam 28 kök 7. 7-lər gedir, burada qalır 4. Bunlar da gedir, aşağıda qalır 4. Cavab kök altda 7 böl 4'dür. Yəni A variantı. Keçək 28-ə. Bir də belə bir şey var ki, hansısa misaldan 2 dənə varsa, məsələn 2 olsun, 3 olsun, yəni bir dənə yoxsa, onun əvəzində 2-3 dənə varsa, deməli həmən sual imtahana düşmə olasılığı daha yüksəkdir. Məsələn, bu kəsrin məxrəcini irrasionallıqdan azad eləmək 2 dənə var idi. Deməli imtahanda düşmə ehtimalı çox yüksəkdir. Və birinci zona qruplara funksiya çox asan düşmüşdü. Yerinə qoymaydı sadəcə. Ona görə ikinci zonaya, yəni çətin düşmə ehtimalı var. Bunlar sadəcə ehtimaldır, amma hər ehtimalı biz nəzərə almalıyıq. Daha sonra belə köklü misallar, yəni gözümə dəymədi. Köklü misal ola bilərdi əslində, amma məxrəcini irrasionallıqdan azad eləmək kimi misal yox idi. Ona görə bunun düşmə olasılığı da yüksəkdir təbii ki də. Bu səfər yenə deyir, ifadəsinin qiymətini standart şəkildə göstərin. Necə eləyəcəyik? Adi şəkildə bu bölməni, bu sizi qorxutmaz. Bu bölməni çevirib adi bölmə kimi yazacağıq. Necə? 9 tam 10'da 6 vurulsun. 10 üstü mənfi 15 bölürəm 3 tam 10'da 2 vur. 10 üstü mənfi 18. Bunlar gedir, yuxarıda qalır 3. 10 üstü mənfi 15'i 10 üstü mənfi 18'də böləndə ikisi də, yəni onlar 10 ikisi də eyni olduğu üçün üstləri çıxacam. Yəni 3 vurulsun 10 yuxarıdadır, buradan qaldı, ona görə 3 yazıram. 10 üstü mənfi 15'dən mənfi 18'i çıxıram. Burada arada toplama olacaq, o mənfilər birləşib, ona görə 10 üstü 3 eləyəcək. Cavab 3 vurulsun 10 üstü 3, yəni B variantıdır. Daha sonra keçək ayrı-ayrılıqda vuracaq. Yəni 2 onda 8'i 2 onda 5'ə vuracaq. Bu da bizə verir 7. Bunu vurduq buna, verdi 7. Vurulsun. 10 üstü 3'ü də 10 üstü mənfi 5'ə vururam. Üstlər toplanılacaq. 10 üstü 3 ilə mənfi 5 toplayanda mənfi 2 verir. 7 vurulsun 10 üstü mənfi 2. Cavab D variantı. Sonra deyir ki, A mənfidir. 0-dan kiçikdir yəni. Və vurğu kök işarəsi altından çıxarın deyir. 16'dan 4 çıxacaq. 4'ü yazıram. Vurulsun. A kvadratındakı 2 ilə bu kökü elə bil ki
A-nı kökdən çıxarmaq üçün istifadə elədik. Yəni kök hələ də duracaq. Çünki içində bəzi çıxmayanlar var. A-dan bir dənə çıxacaq. Hələ ki A-nı yaza, o mənfiləri qeyd eləyəcəyik. Hətta indi qeyd eləyək. Çünki A-mız bizim mənfidir. Kök altından modulda çıxsa belə mənfidir. Yəni yazıram bura mənfi. Qarşıya ataq mənfini. Bu da kök altda B-də heç nə çıxmadığı üçün olduğu kimi qalır. Yəni mənfi 4A kök altda B, D variantı. Sonra ifadəsinin qiymətini hesablayın. Bunun yəni iki yolu var. Biz bu 8-i olduğu kimi saxlaya bilərik əslində. Yəni belə eləyə bilərik ki, videoyu dəqiqədə bir dayandırmaq məcburiyyətinə qalım. Çünki boğazım çox tutulur. Amma video çəkməkdə məcburiyyətdir artıq. Bu video işini artıq bir addım atdıq. Ona görə yəni məcburiyyətdən çəkirəm. Məcburiyyət deyil əslində. Yəni mən özüm belə video çəkməyi çox sevirəm. Yəni uşaqlara bir şey yəni onların bir şey əldə etməyi, mənim sayəmdə yəni bir şey əldə etmələri, onlara biraz da olsa köməyimin dəyməsi zaten mənim üçün necə deyim, yəni çox xoşdur da. Mən belə şeyləri sevərəkdən edirəm, yəni içdən. Sadəcə olaraq xəstə olanda çəkməyə biraz yoruluram, boğazım ağrıyır deyə, amma yenə də çəkəcəyik əlbəttə. Bunun iki yolu var. Necə? 125-i biz 8 vurulsun nəsə yaza bilərikmi? Yaza bilmirik. Biz onda belə eləyə bilərik. Mən sizə başqa bir yolla öyrədəcəm. Biz bunu 2-nin kubu da yaza bilərik. Amma 2-nin kubu yazsaq, 125-i nəyinsə 2-nin üstü nəsə yaza bilməyəcəyik. Yəni mənim dediyim yolla başa salıram. 8 üstü 3-də 2 nədir? Biz bir dənə kök açırıq və 8-i yazırıq. Bu 8-in üstündə bir dənə 3 var, bir dənə də 2 var. Sürətdəki ədədi bu n-ci dərəcədə kökün üzərindən yazırıq. Sürətdə 2-dir. Aşağıdakı kubu da yox, tərsini dedim mən. Kubu yazırıq, yəni məxrəcləri yazırıq n-ci dərəcəyə bura. O kubu da yazırıq, daha doğrusu kvadratı da bunun üzərinə yazırıq. Yəni elə bilin ki, mən bunu necə öyrənirəm? Baxın. Burada bu 3. Bu hissəyə baxıram. Görürəm 8-in üstü 3-dür. Bu zaten məxrəc olaraq onun üzərindədir. Düzdür, belə bir qayda yoxdur əslində. Yəni amma bu yolla öyrətmək də asan olur uşaqlar üçün. 8-in üzərində 3 zaten var burada. Deməli mən bunun içərisində 8-in üstü 3 yazmama təzədən ehtiyac qalmır da. Götürüb 2-ni yazıram. Yəni bu onun üzərində olmayanı yazıram. Məxrəcləri də yəni burada baxın 3 bunun üzərindədir. Götürürəm onu da n-ci dərəcənin qiymətinə yazıram. Yəni mən şəxsən özüm belə öyrənmişəm. Mənə belə daha asan gəlib. Ona görə uşaqlara da bu yolla öyrədirəm. Topla 125-i də yazıram artıq. Kök altı 3-cü dərəcədən 125. Çıx. Kök altı 3-cü dərəcədən 64. Bu nədir? 8-in kvadratı 64. 3-cü dərəcədən 64-dən 4 çıxır. Topla. 3-cü dərəcədən 125-dən 5 çıxır. Çıxılsın. 3-cü dərəcə 64-dən də yenə bayaqki kimi. Bunlar əslində baxın bu ikisi eyni şeydir. Bunlar zaten gedir. Çünki 8-in kvadratı 64 verir. İkisi də 3-cü dərəcədən kök altında 64-dür. Ona görə cavab qalır. Bu qədər heç uzatmaya ehtiyac yox imiş. Deməli o ikinci yolda bunların getməsiymiş. Digərində də o yolla eləyərik. Deməli bunlar getdi. 3-cü dərəcədən kök altı 125-də bizə 5 verir. Deməli cavab 5 imiş. Cavab B variantıdır. Baxaq görək digər misalda da elədirsə, digərində də o bir üsulla eləyək. Hər iki üsulu da öyrənmiş olaq. İfadəsinin qiymətini hesablayın.
Deməli, baxaq görək. Bəli, burada da eyni misal kimidir. Biz 27 üstü 3-də 2-ni hələlik saxlayaq, qalsın. Çıxılsın. 4 2-nin kvadratıdır. Yazaq 2-nin kvadratının üstündə 2-də 1. Topla. 8 də 2-nin kubudur. 2-nin kubu üstü 3-də 1. Belə mötərizə kimi olanda mən demişdim axı bunları bir-birinə vuracaq. 3-də 1-i 3-ə vuranda 1 verir. 2-də 1-i 2-yə vuranda yenə 1 verir. Yəni baxın bu iki hissə. Bu ikisi bir-birinin eynisidir. İkisində də sadəcə 2 alınır. Ona görə bunlar gedir. Bu hissəyə baxırıq artıq. Bunları silək. Çünki artıq bunlar qalmır. Getdi. Buna baxacaq. Bunu artıq mənim dediyim üsulla eləyəcəyik. Yəni kök altda 3-cü dərəcədən 27-nin kvadratı yazacaq. 27-ni 27-yə vurmaq, yəni 27-nin kvadratını bilməyə bilərik. Biz o zaman nə edəcəyik? 27-nin kvadratı yerinə 27 vur 27 yazacağıq. Belə. 3-cü dərəcədən. 3-cü dərəcədən bir dənə 27-dən çıxır 3. Yəni bundan da 3 çıxır, bundan da 3 çıxır. Deməli cavab bunların hasili, yəni 9-uymuş. Götürüb 27-nin kvadratını əzbərləməyə heç ehtiyac yoxdur. Belə tapmaq da olar. Keçək növbəti misala. Bu səhifəyə komple baxarıq, bir də arxadan 3 səhifəyə 3 misala baxarıq və 50 misalı tamamlayarıq. Deməli, ifadənin qiymətini hesablayın. Bu bəziləri nə edir? Bu 0.9-u götürüb 0.3 çıxarırlar. Amma 0.3-ü 0.3-ə vuranda 0.9 alınır. Biz nə edəcəyik? 25-i burada olduğu kimi saxlayaq. 25. Bu 5-i nə edəcəyik deyəcəm. Daha doğrusu 0.9-u. Götürək bir dənə 9. 9-u elə bir ədədə vurmalıyıq ki 0.9 versin. Bu da bizə verir 10.9 vurulsun 9-da 1. Bunlar da gelir. Deməli 10-da 1-ə vursam. Yəni biz bura 0.9-un yerinə 9 böl. Hətta belə də yaza bilərik. Zaten özündə var. 10.9 kimi yaza bilərik. Belə. Belə tənniyə falan girməyin. Çıxılsın. 360-ı da yazıram. Onu biz ortaq məxrəc olaraq saxlamalıyıq. Yəni 36 vur 10 yazacağıq. 36 vur 10. Daha sonra 25-i olduğu kimi saxlayırıq, vururuq. Bir dənə 3, 9-dan 3 çıxacaq, kök altda 10-da 1. Çıxılsın, 36-dan 6 çıxır, 6 kök 10. Biz 10-da 1-i də çevirməliyik əslində. Onu necə çevirəcəyik? Baxacaq onların hamısına. 75 burada eləyir. 75 kök altda 10-da 1. Bu da eləyir 6 kök altda 10. Kökün içərisi eyni deyil. Biz indi buna nə edəcəyik? Elə eləməliyik ki, yəni kökün altı eyni alınsın. Biz onda 0.9 yazmayacağıq. Bu hissəni silirəm. Ki eyniləşdirmək lazımdır. Əslində bu yol düz idi. Yəni düz gedirdik. Sadəcə olaraq məxrəcin içərisində eyni eləməliyik. Onda biz yazacağıq 10 vurulsun 0.9. Aha, indi düz gedəcək. Deməli. Bu 0.9-dan 0.3 çıxır. Kök altda 10-da qalır.
Bunları bir-birindən çıxacaq. Bu ikisini 6 kök 10. Bu nəsə pis yazdı bir dəqiqə. 6 kök 10. Aha. Artıq içlər eynidirmi? Eynidir. 25-i 0.3-ə vuranda 7 onda 5 eləyir. 7 onda 5 çıx 6 kök 6 10. 7 onda 5-dən 6 çıxanda 1 onda 5 eləyir. Cavab 1 onda 5 kök 10'dur. 33'ə baxırdıq. Deməli 33'də cavab A-dır. Bunları silək. Növbəti misal. İfadəsinin qiymətini hesablayın. 34-dən də, 8-dən də, 17-dən də, yəni bunların heç biri kökdən çıxmır. Biz bunları kökdən çıxan ədədlərin hasili kimi yazacağıq. Kök altda 17-ni heç bir ədədin hasil şəklində yaza bilmirəm. 1 vur 17 yaza bilirəm. Zaten eyni şey olur. Onda biz 34'ü 17 vur 2 kimi yazacağıq. Yəni kök altda 34 yox. 34'ü 17 vur 2 kimi yazırıq. 17'nin özünü saxlayırıq. Vurulsun. 8'i də bu 2'dən 2 kökün altında qalacaq. Yəni çıxmayacaq. Onda 8'i də 2 vurulsun yazacaq. Yəni 8'i 2 vurulsun 4 yazacaq. Deməli 2'dən 17 var, 1'dən 17 çıxır. 2'dən 2 var, 1'dən 2 çıxır. 4'dən də 2 çıxır. Bunların da hasili verir 68. Yəni Y variantı. Hansı misalda 34'də Y bəndidir. 35'də yenə eynidir. 13'dən heç nə çıxmayacaq. Biz kök altda 13'ü saxlayacaq. Vurulsun. 26'nı 13 vur 2 yazacaq. 8'i də 2 vurulsun 4 yazacaq. Bir dənə 13 çıxır. Bir dənə 2 çıxır. 4'dən də 2 çıxır. 4'ü də 13'ə vuranda cavab verir 42. B variantı. B variantı yox. 42 eləmirdi. 52 eləyir. Növbəti ifadəsinin qiymətini, yəni ifadəsini sadələşdirən. Nə edəcəyik? Ədədə ədədə vuracağıq. X-ləri x-lərə vuracağıq. Y-ləri də y-lərə vuracağıq. Yəni 9'u vururam 3 üstü mənfi 1'ə. 3 üstü mənfi 1 1 bölü 3 verir. 9'u vururam 1 bölü 3 eləmək. Buradan da cavab 3 verir. Deməli bunun əmsalı hələ ki 3'dür. Bir tapışıqda bura qeyd eləyək. X kubunu vururam x üstü mənfi 2'yə. X olduğu için saxlayıb vuranda da üstləri topladığımız üçün üstləri toplayıram. 3 ilə mənfi 2'ni toplayanda 1 verir. O da yazılmır. Elə 3 x yazıram. Y üstü mənfi 2'ni vururam y-in kubuna. Y-i saxlayıram. Mənfi 2'dən 3'ü toplayıram. O da 1 verir. Yazılmır yenə. Cavab onda 3xy, yəni B variantıdır. Keçək növbəti misala. Yenə eyni şəkildə. Onu vuracam. Onu vururam 1 böl 5'ə. Bu 2 verir. 2'ni burada qeyd edirəm. A üstü mənfi 2'ni vururam A'nın kubuna. Bu da eləyir A'nı olduğu için saxlayıram. Mənfi 2'nin 3 toplayıram 1 verir. Yəni yazılmır A. Sonra B kubunu vururam B üstü mənfi 1'ə. B'ni saxlayıram. 3 ilə mənfi 1'i toplayıram 2. Yəni B kvadratı 2AB kvadratı verir. A variantı. A 3'də 1 olduqda ifadəsinin qiymətini hesablayın. Götürüb birbaşa A'nın yerinə 3'də 1 yazmayın. Yəni misalı uzadarsınız. Onun əvəzinə 1 birinci buranı görməyək. Sadəcə bu hissəyə baxaq. Bu hissədə də məxrəcdə bunların ikisini toplayacaq. Yəni vurmadır o. Vurma olduğu üçün üstlərini toplayacaq. Bu da eləyir A üstü mənfi 6'nı saxlayıram. A üstü üstlər toplandı. Mənfi 3 ilə mənfi 2'ni toplayıram. Mənfi olduğu kimi qalır. Ədədləri toplayıram. Yəni 3 ilə 2 toplayıram 5. Mənfi 5. Bölmədə olanda üstləri çıxacam. A üstü mənfi 6'dan mənfi 5 çıxanda bunlar toplama elədiyi üçün mənfi 1 eləyir. A üstü mənfi 1.
Deməli, bu ifadənin qiyməti A üstü mənfi 1 imiş. A üstü mənfi 1 imiş. Yəni 3-də 1-in üstündə mənfi 1. Əgər kəsrin üstündə mənfi varsa, kəsri tərsinə çeviririk. Yəni 3 aşağıdaydı, götürürəm yuxarı yazıram. 1 də yuxarıdaydı, aşağı yazıram. 3-ü də 1-ə bölürəm, 3 verir. Yəni 1-i yazmırıq, 3. Elə cavab 3-dür. Əgər mənfi 1 əvəzinə mənfi 2 olsaydı, o zaman həm məxrəci tərsinə çevirəcəkdik, həm də mənfi 2-nin yerinə 2 yazacaqdıq müsbət şəkildə. Cavab 3-dür burada. Burada yenə elə eləyəcəyik. A üstü mənfi 9-u yazıram. Cavab silindi. A üstü mənfi 9. Bölünsün. Üstlərini toplayıram. A üstü mənfi 10. Yenə üstləri çıxıram. A üstü 1. Bu sefer müsbət 1'dir. Onda elə A üstü 1'də zaten 2'də 1'in özünü verir. Cavab D variantı. Yox, D variantı deyil. Bir şeydə səhvlik elədim. Bu hissədə çaşıb vurmuşam. A üstü mənfi 7 verir. Mənfi 7. Üstləri çıxanda da mənfi 2 verəcək. Yəni 2'də 1 üstü mənfi 2. Baxın, bayaq dediyimə gəldik. 2'də 1 üstü mənfi 2. Kəsri tərsinə çeviririk. 2. 2'nin üstü 2 verəcək. O da cavabı 4 verir. Yəni B variantı. İfadəsinin qiymətini hesablayın. Bu 6'lar gedəcək. Və müsbət dərəcədən oldu. Müsbət dərəcədən olanda dediyim kimi modulda çıxır. Mənfi 3 modulda çıxır. Moduldakı əgər modulun içərisi rəqəmdirsə, bu zaman biz onu müsbət 3 kimi götürə bilərik. Yəni D variantı götürə bilirik. Yəni cavab 3'dür, D variantı götürə bilirəm. Niyə belə öz-özünə yazır? Amma əgər hərf olsa, biz bu zaman götürə bilmirəm. İfadənin qiymətini hesablayın. Bu 4'lər gedəcək. Yenə modulda mənfi 5. Cavab 5. C variantı. Sonra yenə bunlar gedir. Amma bu səfər modulda çıxmayacaq. Çünki tək dərəcədəndir. O da mənfi 11'in özünü verir. Yəni Y variantı. 42'də Y bəndidir. İfadəsinin qiymətini hesablayın. Baxın, 8 ümumi məxrəcə falan aid olmayıb. Sadəcə surətə aid olub. Kök altda 2'nin 8-ci dərəcəsi. Biz bunu yaza bilərik ki, kök altda 2'nin kvadratı. 2 bunlar getsin. Bir tərəfdən də kök altda 2'nin belə yazmayaq, yox. Baxın, belə izah edəcəm. Bunlar gedəcək, düzdür. Amma 8'i mən 2'yə böləcəm. Çünki bu zaten kök gedir. 2'nin özü qalır. Amma üstündə nə qalacaq bilmirik. 8'i 2'yə böləcəm. Niyə? N'inci dərəcədə burada 2 var. O 2 də, yəni 8'i n'inci dərəcənin özünə bölməliyəm. 4 qalacaq. 2 üstü 4 də mənə verir 16. Deməli 32'də 16. Bunlar da ixtisar gedəndə 2'də 1 qalır. Cavab D variantıdır. Burada Y idi. Burada da D'dir. Burada da eyni şəkildə. 3'ü yazıram. 3 üstü nə olacaq bilmirəm. 4'ü burada görünməyən 2'yə bölürəm 2. Yəni 9. 18'də 9. Bunlar da gedir. Cavab 2'də 1 qalır. Burada da yenə eyni. 2'ni yazıram. 6'yı 2'yə bölürəm 3. Bu da verir 8. 32'də 8. O da eləyir 3'də 1. Daha doğrusu 4'də 1. B variantı. Ədədlərini müqayisə edin. Gəldik bayaqçı misala. Bayaq belə bir şey yazmışdıq. Biz burada nə edəcəyik?
Bunu kök altında qeyd edəcəyik. Bu kök altda 4-cü dərəcədən 16-dır. Bu kök altda 4-cü dərəcədən 81-dir. Bu da kök altda 4 üstü 3, yəni 64. 2-ci dərəcədən o 2-ci dərəcədə yazılmır. Aha. Kök altda 4-cü dərəcədən 16-dan 2 çıxır. Bu eləyir 4-cü dərəcədən 81 3. Bu da verir 8. Yəni bu A-dır, bu B-dir, bu B-dir, bu A-dır, bu B-dir, bu da C-dir. Onda belə olacaq ki, A kiçikdir B-dən, kiçikdir C-dən. A, B, C sıralaması kimi gedəcək. Cavab B variantıdır. Bunları silək. Burada da yenə yazacağım kök altda 8-in kvadratı 64 3-cü dərəcədən. Burada kök altda 125 3-cü dərəcədən. Burada da kök altda 27 3-cü dərəcədən. Bu verir 4. Bu verir 5. Bu da verir 3. Deməli, C kiçikdir A-dan, kiçikdir B-dən. Cavab B variantı eləyir. Yazaq B-mizi. Gecə 48-ə. Bərabərliklərdən hansı doğrudur? Bu 2 ilə bu kök gedir. Və bu modulda çıxır. -14 modulda. Bu da verir 14. Deməli, elə zaten cavab A variantıymış. Amma səhvlərə də baxaq görək, niyə səhvdir? Burada baxın, bu da gözmədəydi. Burada da A-dır. Çünki bunlar gedir modulda 12-də. Yəni müsbət 12 verir də, mənfi 12 vermir. Bizdən də zaten səhv istəyirmiş. Bunlar niyə səhvdir? Bunlar gedəcək. Bu da tək dərəcədən olduğu üçün elə mənfi 14-ün özü olacaq. Ona görə səhvdir. C niyə səhvdir? Kök altda 4-dən 2 çıxır. Kök altda 49-dan 7 çıxır. Bunları da vuranda 14 verir. Buna görə səhvdir. Növbətim. Kök altda 49 7-dir. Kök altda 4 2-dir. 7-yi 2-yə böləndə 7 vermir. 3,5 verəcək. Kök altda 3-cü dərəcədən 8. Bu verir 2, bu da verir 3. Bunlar da vuranda 6. Bunlar ona görə səhvdir. Digərlərinin düzlüyünə baxaq. Burada niyə düzdür? Bunlar gedir tək dərəcədə olduğu üçün modulda çıxmır. Olduğu kimi çıxacaq. Cavab -12 verir. Yəni düzdür. Bizdən doğru deyil deyir. Baxın. Bu hissəyə baxın. Doğru deyil. Kök altda 9-dan 3 çıxır. Kök altda 16-dan 4 çıxır. 12 verir. Düzdür. Bunları ayrı-ayrı kök kimi düşünsək. Bu da ayrı kök altda n-ci dərəcədən 3 olduğunu düşünsək. Bundan 3 çıxacaq. Bundan da 4 çıxacaq. Vururam 12. Yenə düzdür. Baxaq D variantı da düzdürmü? 288. Bunu belə yazacaq. Bütöv kök altda 288 böl 2. Kök altda 144. Bundan da 12 çıxır. 12-də cavab düzdür. Keçək növbəti misala. Və bu misalla da yekunlaşdıraq. Hətta 51-ə də baxaq. Eyni misaldır zaten. İfadəsini sadələşdirin. Bunu eyni kökün altında yaza bilərik. Eyni kökdə A üstü 3 bölü A üstü 4. Üstlər dediyimiz kimi çıxılır. Yəni bu da bizə verir. Mənfisini verəcək. Ya da belə eləyə bilərik. Bunu. Mən A üstü 4 yerinə A kubu vurulsun A kimi yaza bilərəm. Niyə? Çünki üstlər toplanacaq A üstü 4 verir yenə. Bunlar gedəcək, qalacaq kök altda. A'da 1. 1-i unutmayaq. Çünki məxrəcdədir ədəd. Bunu belə də yaza bilərik. Kök altda 1 zaten 1-dir. 1 çıxacaq. Kök altda A. 1 bölü kök altda A variantındadır. Keçək növbəti misalda həll eləyək və yekunlaşdıraq. Burada da yenə bu səfər 3-cü dərəcədən, kök altda 3-cü dərəcədən A böl A üstü 4. A üstü 4 yazmıram. A vurulsun, A kubu yazıram ki, bunlar getsin. Bu da bizə verir. Kök altda 3-cü dərəcədən A kubunda 1. 1-dən 3-cü dərəcədən yenə 1 çıxır. A kublarda bunlar gedəcək, A-nın özü qalır. Yəni 1 böl A-dır cavab. B variantıdır. Bundan ibarət idi. Burada A idi. Yox, A deyil idi burada. Yox, elə yazmışam.
50-yə qədərini, hətta 51 bir dənəsində eyni idi deyə izah elədim. 50-yə qədər misalları izah elədim. Növbəti dəfə yenə 50-sini izah eləyəcəm. Geriyə qalacaq 76 dənə, 75 dənə, birini də əlavə izah eləmişəm. 75 misalı ayrılıqda, 50 misalı da ayrılıqda izahı gələcək. Bu qədər idi.